Herkese salam. Konsultant podkastında hər birinizi xoş gördük. Dəyərli izləyicilər, bildirmək istəyirəm ki, Konsultant podkastımız Azərbaycanda tanınmış, öz sahəsində peşəkar bir çox mütəxəssislərin dəyərli məsləhətlərini səsləndirə bildikləri vahid biznes platformasıdır. Biz burdan müxtəlif biznes sahələrinə dəyərli məsləhətlərimizi bildirmək üçün müxtəlif peşəkarları dəvət edirik və onların məsləhətlərini izləyicilərimizə çatdırırıq. Bugünkü qonağımız vergi və mühasibatlıq sahəsində məsləhətçi, hüquqşünas, Vəkillər Kollegiyasının üzvü və Advocate MMC-nin həmtəsisçisi Ziyafət Qarayevadır. Ziyafət xanım, xoş gəlmisiniz Xoş gördük. Təşəkkür studiyamıza. edirəm. Bugünkü suallarımızı izləyicilərimizin bizə yönləndirdikləri suallar əsasında mövzumuzu müəyyənləşdirmişik və o sualları icazənizlə sizə yönləndirmək istəyirəm. Birinci sualımız belədir. Azərbaycanda mənzil alışı zamanı tətbiq olunan ƏDV-nin geri qaytarılması mexanizmi niyə praktikada işləmir? İnsanlar MTK-lardan ev alarkən ödədikləri ƏDV-ni ala bilmirlər. Bu, vergi siyasətində boşluqdur, yoxsa MTK-ların hesabatlılığında hər hansı bir problemlə bağlıdır? Deməli, bu hadisə hal-hazırda çox aktualdır. Hesab edirəm ki, bu vasitə ilə vətəndaşlara daha faydalı informasiya verə bilərik. Belə ki, praktikada şəxslər MTK-dan mənzil alanda onun qarşılaşdırılmaq olan ƏDV-sinin alınmasına bağlı çox çətinlik yaşayırlar. Məsələ burada bundan ibarətdir ki, iki məqama əsas diqqət yetirmək lazımdır. Birincisi, bəzən elə düşünür ki, vətəndaşlar, mən getdim fiziki şəxsdən hər hansı bir ev aldım və bu zaman mən ƏDV-ni əvəzləşdirə biləcəm. Xeyr, ilk öncə sizin həmin ƏDV-ni əvəzləşdirməyiniz üçün qarşı tərəf MTK olmalıdır. Bu bir. İkincisi, siz həmin mənzili mütləq nağdsız qaydada almalısınız və bunun da əsası dövlət, bəli. Bu əslində MTK-da ƏDV geri al layihəsi Dövlət Vergi Xidməti tərəfindən yaradılmış olan stimullaşdırıcı bir layihədir. ƏDV ona uyğun olaraq geri almaq üçün mütləq siz nağdsız qaydada həmin mənzili almalısınız. İkinci böyük bir yanlışlıqlardan biri bundan ibarətdir ki, bəzən elə düşünürlər ki, sadəcə yaşayış sahələrinə aiddir. Xeyr, bu məsələlər Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə tənzimlənir və həmin fərmanda qeyd edilir ki, həm yaşayış sahəsinə aiddir, həm də qeyri-yaşayış. Sadəcə burada bir məqama diqqət etmək lazımdır ki, əgər ki siz istəyirsinizsə ki, mənzilin ƏDV-sini geri alasınız, 90 günlük müddətə diqqət etməlisiniz. Bəli, 90 günlük müddətə diqqət etməlisiniz. Ondan sonra həmin sənədləri Dövlət Vergi Xidmətinin saytına əlavə etdikdən sonra ödənişi geri alırsınız. Praktikada ən çox yaranmış olan çətinlik buna görədir ki, mən hesab edirəm MTK-ların burada çox böyük bir nöqsanları var. Çünki onlar ya informasiyanı düzgün vermirlər vətəndaşa, yaxud da qayməni düzgün şəkildə kəsmirlər və belə olan təqdirdə təbii ki, Dövlət Vergi Xidməti tərəfindən imtina olur və vətəndaş qalır ki, mən mənzil almışam, mən nə üçün ƏDV-ni geri almayım, axı mən oraya bu qədər xərc çəkmişəm. Sadəcə MTK-lardan düzgün məlumat tələb eləsinlər. Bir də ən əsas məqam bundan ibarətdir ki, siz həmin o ödənişi ki, ödəyəndə mütləq MTK-nın ƏDV depozit hesabını istəməlisiniz. Həmin ödənişin ƏDV olan hissəsini ƏDV depozit hesabını ödəməlisiniz. Qalan hissəni isə belə deyək, MTK-nın bank hesabını ödəməlisiniz. Və əgər elə olsa, mən hesab edirəm ki, siz həmin mənzilə uyğun olaraq ƏDV-ni geri ala bilərsiniz. Yəni burada belə deyək, vətəndaşların biraz məlumat qıtlığı var. MTK-lar gərək ətraflı bir məlumatlandırsınlar. Ondan da başqa dediyiniz kimi ödəniş məsələsinə gələndə ƏDV-ni və əsas məbləği ayrı-ayrı ödəsələr, demək bu Bəli, elə olsa problem olmayacaq. Əks halda belə bir hal var. Mən özüm hüquqşünasam və burada hüquqi tərəfində izah eləməyə çalışmaq istəyirəm ki, gördünüz ki, MTK tərəfindən sənədlər qaydasında olmayıbdır və siz həmin ödənişi ala bilməmisiniz, mütləq inzibati məhkəməyə müraciət edin. Çünki siz inzibati məhkəməyə müraciət edib göstərsəz ki, siz əlinizdə olan belə də resursları istifadə etmisiniz, lakin MTK tərəfindən olan yanlışlıqdır, sizdə həmin ödənişin geri alınması məhkəmə qaydasında mümkündür. İcazənizlə ikinci sualımıza keçirəm. Azərbaycanda bilirsiniz, son vaxtlar sosial şəbəkələrdən pul qazanmaq məsələsi biraz aktualdır. Sualımız da bununla bağlıdır ki, sosial şəbəkələrdən, xüsusilə TikTok, Instagram və YouTube-dan gəlir əldə edən kontent yaradıcıları Azərbaycanda hansı vergi öhdəlikləri ödəməlidirlər? Onların gəlirləri adi sahibkar kimi 20% gəlir vergisinə cəlb olunur, yoxsa bununla bağlı Dövlət Vergi Xidməti hər hansı bir başqa bir mexanizm hazırlamalıdırmı? Aha, siz bu sualı soruşdunuz. Mənim yadıma bir məhkəmə кейsi düşdü. İcazənizlə onunla belə bu suala cavab versəm, məncə daha aydın olar. Deməli, bir gün məhkəməyə gedirəm və mən çox xoşlayıram mahnıya qulaq asmağı. Qulaqçığımı taxıram, qəşəng gedirəm belə və inzibati məhkəmədə əvvəlki binası yerləşir hal-hazırda
hal-hazırda əvvəlki binası yerləşir Koroğlu Parkın arxa tərəfində. O istiqamətə doğru gedirdim. Həmin məhkəmə işi də TikToker bir xanımın vergi borcu ilə bağlı idi. Və məhkəməyə getdim. Mən də çox belə yüksək Apple ruhiyyə ilə getmişəm. Oturduq, məhkəmə iclası başlayanda xanıma çox böyük bir miqdarda vergi borcu hesablanmışdı və kameral qərar çıxmışdı. Kameral qərar dedikdə buradan izləyicilərə də istiqamət olsun deyə, əgər ki siz hər hansı bir vergi öhdəliyiniz yaranırsa, vergi tərəfindən qərar çıxarılır. Buna da kameral qərar deyilir. Daha belə dilimizdə artıq bu oturubdu o istiqamətdə. Kameral qərar dedikdə vergi borcunu təsdiq edən sənəd deməkdir. Və həmin qərara əsasən xanıma səhv eləmirəmsə 25.000 manat vergi borcu hesablanmışdı. Xanım başladı mənim üzərimə aqressiv şəkildə danışmağa ki, neynəmişəm, mən burada imkan vermirsiniz də, biz götürək burada qazanaq, eləyək falan. Mən də əsəbləşdim. Mən dedim, xanım, bu mənə yox, siz şir atanlardan gəlin soruşun. Mən neyə bilərəm, siz şir atıblar da. Deməli, indi mən özüm də bu arada TikTokerəm və ən çox sevdiyim hədiyyə də deyim ki, şirdir. Yəni, xahiş edirəm, bilətsiz. İndi izah eləyim sizə bunun vergi mexanizmi necə olur. Xahiş edirəm. Sizə də bizə də aiddir. Bəli, izah eləyəcəm ki, burada şir göndərmək istəyən olsa, bilsin ki, qaydası necədir. Deməli, burada TikTok platforması işləmə mexanizmi əslində çox saydadır. İki tərəf var. Bir var, məsələn, siz izləyicisiniz, mən kontent yaradıcısıyam. Siz izləyici olaraq, bu həm də kriptovalyutanın vergi tənzimi ilə bağlı olan məsələdir. Siz ora daxil olanda, əgər, bəli, baxın, əgər canlıya daxil olursunuz, mən orada canlı bir yayım aparıram. Orada recharge bölməsi var. Siz ora daxil olanda coinlər ala bilirsiniz. Coinlərin də dəyəri dollarla göstərilir və orada onları aldıqdan sonra həmin yayımı aparan şəxsə hədiyyələr göndərmək olur və hər bir hədiyyənin də dollara uyğun olaraq qarşılığı var. Məsələn, orada ən minimal hədiyyə, məsəl üçün güldür, onun dəyəri 1 dollardır. Məsəl üçün şir deyirik, onun dəyəri məsəl üçün 500 dollardır və seçirsiniz ona uyğun olaraq. Və məsələ bundan ibarətdir ki, əgər ki siz, məsəl üçün, mən kontent yaradıcısıyam, siz orada mənə hədiyyə göndərəndə, o artıq mənim vönümə uyğun olaraq bank hesabıma vəsait olaraq daxil olur. Və mən artıq həmin vəsait mənə daxil olanda, mən mütləq buna uyğun olaraq vergini verməliyəm ki, sonra hər hansı kameral qərar barəndə hesablanması. Həmin xanımın timsalında məsələ bundan ibarətdir ki, bəzən elə düşünürlər ki, yayımçılar, TikTokerlər və ya Instagramda bu funksiya tamamilə başqa cürdür. Mən burada əyləncə üçün edirəm də, bu ki, mən nə edirəm, mən nə üçün vergi verməliyəm? Elə deyil. Çünki vergi məcəlləsinə əsasən sahibkarlıq iki formada olur. Bir var sahibkarlıqdan birbaşa əldə edilən gəlir. Bir də var qeyri-sahibkarlıqdan əldə edilən gəlir. TikTok platforması vasitəsilə əldə edilən gəlir qeyri-sahibkarlıqdan əldə edilən gəlirdir. Buna görə də nə qədər qeyri-sahibkarlıq olsa, siz orada gəlir əldə etdiyinizə görə mütləq siz 20% deməli verginizi ödəməlisiniz, gəlir vergi öhdəliyinizi icra eləməlisiniz. Əlavə olaraq DSMF-ni də ödəməlisiniz. Yəni Üzr istəyirəm, burada yaranan vergi növünü izləyicilərimizə məlumat verin. Təbii olaraq proses belə gedir ki, məsəl üçün, əgər ki siz platformada siz kanal açırsınız, ilk öncə vergi xidmətindən qeydiyyatdan keçirsiniz, VN açırsınız, VN açanda fəaliyyət növünüzü deyirsiniz və ona uyğun olaraq da fərdi sahibkar olaraq qeydiyyatdan keçirsiniz və 20% olaraq öhdəliyinizi icra edirsiniz. Əlavə olaraq da DSMF-nizi mütləq qaydada ödəməlisiniz. Əks halda həmin yayıma uyğun olaraq sizə gəlmiş olan vəsaitə uyğun olaraq siz də həmin xanımın timsalında vergi tərəfindən kameral qərarla üzləşə bilərsiniz. Xahiş edirəm, diqqətli olun. Əslində bizə də aiddir, sizə də aiddir. Mən vergi öhdəliyini icra edən bir sahibkaram. Ona görə qəti şəkildə narahat olmayın. Ona görə sadəcə incə bir nüans var ki, o hissədə hansı ki vəsaiti orada götürəndə, vəsaiti götürən kimi öhdəliyini icra eləsə yayımçı, onda heç bir problem yaşamayacaq. Vəsaiti götürüb ödəməyəndə belə bir problemlə üzləşirlər. Bu istiqamətdə. İcazənizlə növbəti sualınızı oxuyum. Aliment ödəyən şəxsin verdiyi məbləğ vergidən azad edilməlidirmi? Yoxsa bu ödənişlər sadəcə ailə daxili maliyyə öhdəliyi kimi qəbul olunur? Dövlət bu sahədə hansı mexanizmləri tətbiq etməlidir ki, həm ödəyən, həm də alan tərəf ədalətli şəkildə qorunsun? Alimentlə bağlı Bir neçə istiqamətli sualdır. biraz həssas mövzudur. Əsas mövzudur. Mən ümumiyyətlə maksimal bu ailə, nikah, boşanma məsələlərlə bağlı kimsə mənə tövsiyə istədikdə ən son istiqaməti, boşanma istiqaməti göstərirəm. Çünki mənə görə ən son əgər orada sənin üçün çarədirsə, onda getməlisən. Ona görə bu mövzu çox həssasdır. Amma burada nədir?
yəni burada da sual ona görə yaranır ki, hesab edirəm, şəxs bir var alimenti ödəyən şəxs, bir var alimenti verən şəxs. Çünki ikisi fərqlidir vergi öhdəliyinin yaranması. Əgər biz alimenti verən tərəfdən düşünürüksə, məsəl üçün şəxs aliment verirsə, bu onu şəxsi vergi öhdəliyindən azad eləmir. Yəni mən öz gəlirimə uyğun olaraq vergi qarşısında öhdəliyimi icra etməliyəm. Ona uyğun olaraq qarşı tərəfə alimenti verəcəm. Amma burada digər tərəf alimenti alan şəxs birdən-birə onun vəsait daxil olduğuna görə sual yaranır ki, hə, deməli mənə qarşı tərəfdən vəsait gəlirsə, mən vergi öhdəliyi icra eləməliyəm. Xeyr, vergi məcəlləsinə əsasən aliment öhdəliyi alan şəxsə münasibətdə vergidən azaddır. Yəni ki, xanım və ya da bəy fərqi yoxdur. Bu arada belə bir fikir də formalaşır ki, alimenti sadəcə xanımlar alır. Hə, o da Fərqi önəmli yoxdur. mövzudur, bəli. Uşaq kimin yanında qalırsa, bu zaman aliment ona münasibətdə olur. Bəyin yanında qalırsa, bəyə münasibətdə. Son nəticədə uşaqların, yəni Əlbəttə aliment yaşayışı üçün lazım. aliment ümumiyyətlə haşiyə çıxmaq istəyirəm. Aliment təbii olaraq bəzən elə bir hal ola bilər ki, qadının və ya da kişinin saxlanılması üçün də ola bilər. Amma uşağa münasibətdə əgər deyiriksə, bu zaman uşaq kimin yanında qalırsa, aliment həmin şəxsə ödənilir və alimenti alan şəxs hər hansı vergi öhdəliyi daşımır. Çünki birbaşa olaraq ailə uşaq münasibətinə uyğun olaraq qanunvericilik aliment öhdəliyini vergidən azad edibdir. Həqiqətən çox həssas mövzudur. Bəli. Növbəti sualımız atalara aiddir. Aha. Dolayısıyla mənə də aiddir. Azərbaycanda atalıq məzuniyyəti vergi və əmək qanunvericiliyi baxımından necə tənzimlənməlidir? Atalıq məzuniyyəti alan işçilərin maaşından vergi tutulmalımı, yoxsa bu dövr tamamilə vergidən azad edilməlidirmi? Atalıq məzuniyyəti belə ki, vergi məcəlləsinə edilmiş olan ən böyük dəyişikliklərlə yanaşı, yanvar ayının, bəli, 26-cı ilin yanvar ayındakı dəyişikliklərlə yanaşı, əmək məcəlləsində çox mühüm dəyişikliklər edildi. 26-cı ilin 16 yanvarından etibarən əmək məcəlləsinə mühüm dəyişikliklər edildi. İlk dəfədir bizim qanunvericilikdə atalıq məzuniyyəti anlayışı gətirildi. Bəli, normalda analıq məzuniyyəti deyilən bir anlayış var, amma atalıq məzuniyyəti anlayışı gətirildi və bu bizim üçün hal-hazırda yeni bir ifadə və yeni tənzimləmə olduğu üçün bu da şəxslərdə sual yaradır ki, kimlər ala bilər, alanda ödənişin alınma üsulu necə olacaq, qadının işləyib işləməməyi burada əsas meyardırmı, yoxsa yox? İcazənizlə mən bu suallara da bu vasitə ilə izah verim. Birincisi, qadının, yəni ki, ananın işləyib işləməməyindən asılı olmayaraq ata atalıq məzuniyyətinə çıxa bilər. Bu bir. İkincisi, atalıq məzuniyyəti ödənişli əsaslarla olur. Yəni bu nə deməkdir? Əgər ata məzuniyyətə çıxırsa, onun işlədiyi yerdən onun həmin o məzuniyyət müddətində ödəniş verilir. Bu ikinci ən əsas nüans. Üçüncü, bunun müddəti 14 təqvim günüdür və 14 təqvim günü müddətində ödənişli əsaslarla məzuniyyətə çıxır ata və həmin müddət ərzində burada 14 təqvim günündə nəyə diqqət etməlidir? O 14 təqvim günü uşağın doğuş günü həmin 14 təqvim gününə daxil etməlidir. Həmin təqvim gününə düşməsə, müəyyənləşdirməlidirlər ki, onda üzr istəyirəm, gəlib belə deyək də 14 günlük məzuniyyət tam olaraq uşağın doğum tarixi ətrafında plus-minus 7 gün. Bəli, tam da elədir. Çünki həmin müddətə düşməsə, o zaman bu məzuniyyətin mahiyyəti itmiş olur. Və belə bir sual da bəzən yaranır ki, mən ən çox alıram, deyirlər ki, tutalım mən belə deyək də dövlət orqanında işləyirəmsə, bu zaman özəldə işləmirəmsə, onda özəldə işləmirəmsə ala bilməyəcəm və dövlətdə işləmirəmsə, bu sadəcə dövlət orqanlarında işləyənlər artıq. Xeyr, əmək məcəlləsinə əsasən sizin dövlət orqanında və ya da özəl sektorda işləməyinizdən asılı olmayaraq atalıq məzuniyyətinə çox rahat bir şəkildə çıxa bilərsiniz. 14 təqvim günü müddətindədir, ödənişli qaydadadır. Ananın işləyib işləməməyindən asılı olmayaraq siz çıxırsınız və buna əsasən sadəcə diqqət edilməli olan məqam bundan ibarətdir ki, uşağın doğuş anı nəzərdə tutulsun. Ya 14 təqvim günü 7 gün doğuşdan əvvəl, 7 gün doğuşdan sonra götürə bilərsiniz və yaxud da doğuş anından etibarən 14 təqvim gününü götürə bilərsiniz və buna uyğun olaraq da atalıq məzuniyyətindən istifadə edə bilərsiniz. Əslində bu atalıq məzuniyyəti düşünəndə atalar üçün nəzərdə tutulmuş kimi görünür, amma əslində anaya dəstək üçün atanın evdə olması lazımdır kimi bir
Allah xarakter ataların daşıyan. canını sağ eləsin. Atalar evdə olur, amma Atama buradan salam deyirəm. Ata səni sevirəm. Əlbəttə ki, yox atalar evdə təbii olmalıdır ki, ana da o Atalar dönəmi məncə rahat evdə çox keçirsin. olmazsın. Atalar işləsin, evə çörək pulu gətirsin. Amma yox, Və hesab ən önəmli edirəm ki, məqamda anaya uşağın dəstək olmalıdır. uşağın doğulması çox önəmli bir hadisədir insan həyatında və həmin hadisə zamanı da, yəni belə deyək də, uşaq doğulan zaman görürsən ki, çox atalar işdə olur, ezamiyyətdə olur, Bəli, gələ bilmir. çətin Yəni olur. çətinliklər olur. Bu əslində ataların o önəmli həyati bir anı qaçırmaması üçün çox önəmli bir Bəli. əslində hadisədir ki, yəni yaxşı ki, bu qərarı veriblər. Hətta mən hesab edirəm ki, bu ailə institutu üçün də çox yaxşıdır. Mən özüm də xanım olaraq da bu formada məzuniyyətin formalaşdırılması tərəfindəyəm və buna çox belə deyim məmnunam ki, əlbəttə ki, xanımların yanında həyat yoldaşlarının olması o prosesi birlikdə. Bəli. Çünki həmin o proses istər-istəməz Çox önəmli nisbətən bir- həssas bir andır. Bəli, Bu baxımdan hesab edirəm ki, Əmək Məcəlləsinin gətirmiş olan ən xüsusi dəyişikliklərdən Yenə də xanımlar biridir. fikirləşərək qərar veriblər. Atalar evdə olmalıdır. Növbəti sualımız şirkətlərin qurulması ilə bağlıdır. Şirkət yaradıldıqdan sonra normal fəaliyyət göstərə bilmirsə, vergi baxımından hansı addım daha məqsədə uyğundur? Şirkəti tamamilə ləğv etmək, yoxsa fəaliyyətini müvəqqəti dayandırmaq? Əla. Baxın, mən özüm də bir sahibkaram və bir dəfə bir qərar verməli idim işimlə bağlı və bir məkana daxil olmuşdum. Orada bir bəyin belə tişörtün arxasında çox böyük hərflərlə bir yazı var idi. No risk, no story adlı bir şey yazılmışdı. Və mən onu görəndən sonra dedim ki, "Vsyo, Ziyafət, heç nə olmaz, nə onu itirəcəyimiz heç bir şey yoxdur" və qərar verdim ki, edəcəm bunu. Hesab edirəm ki, kimsə sahibkar olmaq istəyirsə, siz özünüz də bir sahibkarsınız. Bəli. Hesab edirəm ki, həmişə deyirəm sahibkarın günü qaradır, belə pis çıxmasın. Həqiqətən də elədir. Çünki riskdir. Hər gün stressdəsən, düşünürsən, yatanda Bəli, düşünürsən, səhər oyananda düşünürsən, sabahsı gününü düşünürsən. Düşünməkdən artıq sən bir yerdən sonra artıq bilmirsən nə olsun, necə olacaq və daim də mütəmadi belə deyək qərarlar vermək məcburiyyətindəsən və komandan varsa, komandan haqqında da qərarı sən verməlisən. Bu avtomatik olaraq çox böyük bir məsuliyyətdir. Bu baxımdan təbii olaraq hesab edirəm ki, sahibkarlıqla məşğul olan şəxslər üçün bu fərdi və hüquqi şəxs fərq etmir. İstənilən hər ikisinə aiddir. Risk meyarı olduğu üçün bəzən elə şey ola bilər, hər şey çox yaxşı getdiyi anda birdən bir şey baş verə bilər və Bəli. hər şey bitə bilər. Hər zaman yəni risklər qapıdadır. Və yaxud da Sahibkarlıq. bir şey ola bilər, ani force major hallar, məsəl üçün pandemiyanın olması nəticəsində nə Bəli. qədər belə demək Çox olar. bizneslər bağlandı. Çox bizneslər bağlandı və çox yeni bizneslər də Yeni açıldı. bizneslər Bu da bağlandı. var. Baxın necə baxırsan hadisəyə, amma hadisədir, force major hallardan və yaxud da şəxsin özünün şəxsi həyatında baş vermiş olan dəyişikliklər birbaşa sahibkarlığa təsir edir. Ona görə hüquqi şəxslər və fərdi sahibkarların qarşısına iki seçim qalır. Ya mən bu hüquqi şəxsi fərdi sahibkarlıqdan ləğv etməliyəm. Yəni ləğv deyəndə xitamı nəzərdə tuturam. Vöyünün bağlanılması, bank hesablarının bağlanılması, təsərrüfat subyektlərinin, obyektlərinin bağlanılması və yaxud da ikinci bir alternativ yol var, hansı ki fəaliyyətin müvəqqəti qaydada dayandırılması ilə bağlı olaraq müraciət edə Burada da bilərəm. fərqli məqsədlər olur, səhv eləmirəmsə. Təbii olaraq indi şəxsdən asılı olaraq dəyişir. Amma əsas iki seçim var. Ya ləğv edirəm, ya da fəaliyyəti dondururam. Lap belə tam ifadə ilə desə fəaliyyəti dondurmaq deyirlər. Yenidən təşkil eləmək üçün biraz özünü toparlamalıdır kimi. Bəli, Sən əlbəttə, çünki istər-istəməz qərar vermək lazımdır ki, mən davam edim. Bəzən də qərar vermək lazımdır ki, qurtarmaq. O qərarı verib ki, yekunlaşdırmanın özü də böyük bir cəsarət tələb edir. Bu iki aspektdə sən qərar verməlisən. Məndən soruşsaz ki, belə bir situasiyada qarşındakı şəxsə, sahibkara necə bir tövsiyə vermək olar? Baxır o biznesdən asılıdır. Əgər Bəli. biznesin gələcəyi görünürsə, mən hesab edirəm ki, fəaliyyət dondurmaq daha yaxşı bir davranışdır. Çünki vəziyyət dəyişə bilər, yeni bir imkanlar əldə edə bilərsən və yaxud da bir investisiya cəlb etmək olar. Daha fərqli bir sahə ilə də məşğul Fəaliyyət bilər. növünü Yəni, dəyişdirə fəaliyyət bilərsən, növünü kodu dəyişdirə və bilərsən, fəaliyyət kodunu dəyişdirə bilərsən və yaxud da təzə bir belə deyək təsisçi şirkəti əlavə edə bilərsən. Bir hüquqi şəxsin tərkibinə gedə bilərsən. O da ola bilər. Yəni fəaliyyəti donduranda sən artıq müəyyən bir özünə vaxt qazanırsan və bu müddət ərzində sən yeni qərar verə bilərsən. Amma hüquqi şəxsin və fərdi sahibkar olaraq mən ləğvə doğru getsəz artıq o ləğv edildikdən sonra bəzən elə düşünürlər ki, mən ləğv etdim, sonra təzədən həmin fərdi sahibkar olaraq qeydiyyatdan keçəndə yenidən sıfır əvvəlki hala qayıdır. Yox.
qayıtmır. Yəni sizin o məlumatlarınız vergi uçot bazasında silinir. Sadəcə vönünüz orada məlumat kimi qalır, amma hər bir şey sıfırlanır, yəni silinir. Ona görə hesab edirəm ki, əgər təbii olaraq qarşımdakı hüquqi şəxs və fərdi sahibkarın fəaliyyətinə bir belə də işıq ucu görünürsə, mən hesab edirəm fəaliyyəti dondursunlar. Lakin burdan bir nüans da qeyd edim ki, siz fəaliyyəti donduranda siz elə düşünməyin ki, mən fəaliyyəti dondurdum, hesabatlar falan. Yox, mütləq qaydada siz təbii olaraq o boş hesabat deyilər. Amma boş hesabatı dediyi məlumatları sıfırlayıb göndərirsiniz. Mütləq siz hesabatlarınızı verməlisiniz. Hətta heç bir fəaliyyətlə məşğul olmasınız belə. Çünki əgər verməsəz vergi məcəlləsinə əsasən sizin həmin vermədiyiniz belə deyək bəyannaməyə uyğun olaraq vergi tərəfindən maliyyə sanksiyası hesablana bilər. Sadəcə bu nüansa diqqət edin. Üzr istəyirəm, burada bir məqamı qeyd eləyək. O verəcəyimiz hesabatlar hansı dönəmə aiddir? Müəssisənin müvəqqəti dayandırıldığı Bəli, son bəli. dövrə aid olan, yəni Bəli, bəli. izləyicilər onu bilsinlər. Aha. Ola bilər bəlkə tam başa düşməyən olar. Aha. Yəni müəssisənin fəaliyyətini müvəqqəti dayandırdığımız dövrə aid nə sonuncu hesabatlar varsa, Hamısını verin. bunları mütləq şəkildə verməliyik. Verməsə əgər, yəni Təbii olaraq. boş hesabatın belə verilməməsinə görə maliyyə sanksiyası gələ nəzərdə bilər və tutulur. üzərində faizlər gələ bilər. Hətta mən biraz da sizə daha belə növbəti uzaq görənlik olaraq da deyim ki, bu da olubdur. Bizdə praktikada olub ki, vermir şəxs və onun belə barəsində maliyyə sanksiyası toplanır. Sabah elə bir hal ola bilər ki, şəxsin ölkə çıxışına məhdudiyyət qoyulur və ya da çox böyük əmlaki siyahı alına bilər və o da qalır ki, ayda mən dondurmuşdum axı və yaxud da niyə belə oldu? Bu istiqamətə hesab edirəm Yol ki, gedən yerdə maşını belə saxlaya bilərlər. əlbəttə saxlaya da bilərlər və saxlanılmalıdır da. Ona görə mütləq yəni bu hissələrə diqqət etməkdə fayda var. Mənim də sizə bir sualım var. Buyurun. Bilirsiniz ki, vergi sahəsi və yaxud da hüquq sahəsi daha çox bəylərin aktiv olduğu və belə deyək, o sahədə mütəxəssislərin əksəriyyəti bəylərdir və bir xanım olaraq mənim üçün də vergi sahəsini araşdırmaq, öyrənmək maraqlıdır. Mənə siz nə tövsiyə verərsiniz bir vergi sahəsində ixtisaslaşan bir xanım sahibkar olaraq? Nəyə diqqət etsəm daha yaxşı olar? Bu sizin sahibkar olmağınızla bağlı istiqaməti daha dəqiq müəyyənləşdirmək üçündür, yoxsa vergi istiqamətindəki Sırf fəaliyyətiniz? vergi istiqamətində istiqaməti müəyyənləşdirmək üçün nəyə diqqət eləməyin daha faydalı olar? Adətən vergi işçiləri deyir ki, vətənə sevgi, dövlətə vergi. Mən düşünürəm ki, istər xanım olsun, istər bəy olsun, sahibkarların hər biri öz belə deyək, idarə elədikləri şirkətin vergi öhdəliklərini vaxtında yerinə yetirməlidirlər, ödəməlidirlər ki, ən azından axşam yatanda başlarını rahat yastığa qoya bilsinlər. Mən belə düşünürəm. Təşəkkür edirəm. Çox sağ olun. Buyurun. Bugünkü suallarımız bu qədər. Mən Ziyafət xanıma çox təşəkkür edirəm. Ətraflı cavablandırdı bütün suallarımızı. Ümid edirəm ki, dinləyicilərimiz ətraflı şəkildə məlumat aldılar. Əgər hər hansı bir suallarınız varsa bu mövzularla bağlı bizə yaza bilərsiniz. Kommentlərdə də qeydlərinizi eləyə bilərsiniz. Ümumiyyətlə bütün izləyicilərimizə tövsiyəmiz budur ki, kanalı bəyənin, paylaşın, daha çox izləyicilərə bu belə deyək, önəmli məqamlar çatsın, hər kəs məlumatlansın və biz YouTube kanalımızda dəyərli sahibkarları, dəyərli mütəxəssisləri dəvət etməkdə davam eləyəcəyik.